Dövlət Gömrük Komitəsinin kollegiyası gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış kodeksində dəyişiklik edib. Az24 xəbər verir ki, bununla bağlı komitənin sədri Şahin Bağırov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə komitənin korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə məlumat verməlidir. İndiyə qədər gömrük işçisi bilavasitə rəhbərinə məlumat verirdi. Gömrük əməkdaşı təkcə maddi və sair nemətləri barədə deyil, həmçinin ona verilən imtiyazlar və ya güzəştləri gömrük orqanına akt üzrə təhvil verməlidir. Gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə komitənin korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinin rəyini öyrənməlidir.